Salam əziz 9-cular və əziz izləyicilər. Bu tip tənlikləri bilməyən imtahanda bal itirir. Əgər bir dəyişənli tənliklər və tənliklər sistemi mövzusunda çətinlik çəkirsinizsə, bu video sizin üçün həlledici olacaq. BIM modelinə uyğun sınaq 4-ün bütün suallarını indi birlikdə izah edirik. Birinci sual. M parametrinin hansı qiymətində m-2 vurulsun x plus 5 bərabərdir 0 tənliyinin həlli yoxdur? Bu tənlik xətti tənliyidir. Bir məchullu xətti tənliyidir. Və biz də bilirik ki, bir məchullu xətti tənliyin 0 vur x bərabərdir 5 şəklində olanda həlli yoxdur. Çünki 0-ı nəyə vursaq 0 eləyər. Deməli, burada x-in əmsalı 0 olmalıdır. Yəni, m-2 bərabərdir 0 olmalıdır. Buradan da alırıq ki, m bərabərdir 2 olmalıdır. Cavab D variantı. İkincidə, m-in hansı qiymətində m kvadratı x üstə 2m minus 1 üstə gəl x üstə m plus 2 üstə gəl 4x minus 11 bərabərdir 0 tənliyi kvadrat tənlik olar. Kvadrat tənlik olması üçün x-in üstündə 2 olmalıdır. X-in dərəcəsi 2 olmalıdır. Bu da m-in 0 qiymətində doğru olar. Deməli, m 0 olsa bu tənliyimiz hansı şəklə düşər? Alarıq x kvadratı üstə gəl x kvadratı üstə gəl 4x çıx 11 bərabərdir 0. Yəni, elə 2x kvadratı üstə gəl 4x minus 11 bərabərdir 0. Bu da kvadrat tənliyidir. Üçüncü, p minus 2 vurulsun, p minus 2 p plus 3 cütü 2x minus py bərabərdir mənfi 12. 2 dəyişənli xətti tənliyin həlli olarsa, p-nin ala biləcəyi qiymətlərin hasilini tapın. Deməli, x burada p minus 2-dir, y isə p plus 3-dür. Onda x və y-in bu qiymətlərini 2x minus py bərabərdir mənfi 12 tənliyində yerinə qoysaq, alarıq 2 vurulsun p çıx 2, çıxılsın p vurulsun p üstə gəl 3, bərabərdir mənfi 12. Buradan da 2p çıx 4, çıxılsın p kvadrat, çıxılsın 3p bərabərdir mənfi 12. Oxşar hədləri islah eləyək. Mənfi p kvadratı çıxılsın p, mənfi 12-ni də bu tərəfə gətirsək, bərabərliyin digər tərəfinə keçirsək, üstəyə 8 bərabərdir 0. Hər tərəfi mənfi 1-ə də vursaq, p kvadratı üstəyə p, çıx 8 bərabərdir 0. P-nin ala biləcəyi qiymətlər hasilini istəyir. Yəni, Viet teoreminə görə deyə bilərik ki, köklərin hasili sərbəst həddə bərabərdir. Yəni, mənfi 8-ə bərabərdir. Buradan da cavab Y bəndi. Dördüncü. Kvadrat tənliyin diskriminantını tapın. Kvadrat tənliyin diskriminantın düsturunu bilirik. B kvadrat minus 4AC. Gəlin, əmsalları müəyyənləşdirək. Bu kvadrat tənlikdə x kvadratının əmsalı, yəni A 1-dir. B, yəni x-in əmsalı 2p üstə gəl 3-dür. C-nin yerində nədir? C-nin yerində p kvadrat üstə gəl 3p-dir. Onda bildiyimiz diskriminantın düsturuna görə, yəni b kvadratı çıx 4ac düsturunda ABC-nin yerinə bu ifadələri qoysaq, alarıq 2p üstə gəl 3 mötərizənin kvadratı, çıxılsın 4 vur 1 vurulsun C-dəki p kvadratı üstə gəl 3p-dir. İndi mötərizələri açaq. Mötərizələri açsaq 4p kvadrat üstə gəl 12p üstə gəl 9 çıxılsın 4p kvadrat çıxılsın 12p. Buradan isə 4p kvadratla mənfi 4p kvadratı islah olunur. Müsbət 12p ilə mənfi 12p islah olunur. Qalır 9. Deməli, diskriminant oldu 9. A bəndi. 5-ci. M bölünmüş x minus 2 bərabərdir mənfi 5 tənliyinin kökü x kvadrat bərabərdir 4 tənliyinin köklərindən biri ilə ortaq olarsa, M parametrinin qiymətini tapın. Əvvəl x kvadratı bərabərdir 4 tənliyinin köklərini deyək. Bu tənliyin kökləri biri mənfi 2-dir, biri də müsbət 2-dir. Lakin müsbət 2-ni m bölünmüş x minus 2 bərabərdir mənfi 5 tənliyinin kökü kimi getirə bilmərik. Çünki x-in yerinə 2 qoyanda məxrəc 0 olur, kəsrin mənası olmur. Deməli, bu tənliyin kökü mənfi 2 imiş. X-in yerinə mənfi 2 qoysaq, alarıq m bölünmüş
Mənfi 2 çıx 2 bərabərdir mənfi 5. Buradan da n bərabərdir mənfi 5 vurulsun mənfi 4, yəni müsbət 20. Cavab oldu D variantı. 6-cı sual. A, 2, 3 nöqtəsi 2x üstəyəl y bərabərdir m və nx üstəyəl my bərabərdir 11 düz xətlərinin kəsişmə nöqtəsi olarsa, m vur n hasilini tapın. Deməli, onda A nöqtəsinin koordinatlarına hər iki tənliyi də yerinə qoyuruq. X-in yerinə 2 qoysaq, 2 vur 2 üstə gəl, y-in də yerinə 3 qoyaq, bərabərdir m. Bu birinci tənlikdən alırıq ki, m bərabərdir 7-yə. İkinci tənlikdə yenə x-in yerinə 2, y-in yerinə 3, m-in də yerinə 7-ni, tapdığımız 7-ni qoysaq, alarıq 2n üstə gəl 21 bərabərdir 11-ə. Buradan da alırıq 2n bərabərdir mənfi 10-a, n də bərabərdir mənfi 5-ə. Deməli, m 7, n də mənfi 5. Onda m vur n olar mənfi 35. Cevab oldu C bəndi. 7-ci sual. Kökləri x kvadratı çıx 3x üstəyəl 1 bərabərdir 0 kvadrat tənliyinin köklərindən 2 vahid böyük olan çevrilmiş kvadrat tənliyi tapın. Əvvəlcə x kvadratı çıxılsın 3x üstə gəl 1 bərabərdir 0 tənliyi üçün fərz eləyək ki, köklər x1 və x2-dir. Onda bu tənliyin kökləri üçün x1 üstəyəl x2 bərabərdir 3, x1 vurulsun x2 bərabərdir 1 olar Viet teoreminə görə. Biz axtarırıq elə bir kvadrat tənliyi ki, onun kökləri bu tənliyin köklərindən 2 vahid böyük olsun. Yəni kökləri x1 üstə gəl 2 və x2 üstə gəl 2 olan kvadrat tənliyi axtarırıq. Belə bir qayda bilirik ki, kökləri m və n olan çevrilmiş kvadrat tənlik x kvadratı çıxılsın m üstə gəl n vurulsun x üstə gəl m vur n bərabərdir 0 kimi yazılır. Onda burada bizim üçün m x1 plus 2'dir, n də x2 plus 2'dir. Onda gəlin x1 üstə gəl 2x, m üstə gəl n'i tapaq. M üstə gəl n olar x1 üstə gəl 2 üstə gəl x2 üstə gəl 2. O da bizə verər x1 ilə x2'nin cəmi 3 verir. 2 üstə gəl 2 də 4'dür. Onda elədi 7. M üstə gəl n 7'dir. Bəs m vur n necədir? M vur n x1 üstə gəl 2 vurulsun x2 üstə gəl 2. Bu da mötərizəni açsaq. Alaraq x1, x2, üstə gəl 2x1, üstə gəl 2x2, oradan da 2'ni mötərizə xaricinə çıxaraq, üstə gəl 4 və x1 vur x2 1 idi, x1 üstə gəl x2 isə 3 idi. Yerinə qoysaq, alaraq 1 üstə gəl 2 vurulsun 3, üstə gəl 4. Bu da bizə verir 11'i. Deməli, onda axtarılan tənlik belə olar. X kvadratı çıxılsın. M üstə gəl n'i tapdıq 7. 7x üstə gəl m vur n'də tapdıq 11. 11 bərabərdir 0. Bu da cavablarda Y bəndindədir. Birinci məsələ. Yusif birinci gün pulunun 20%-ni, ikinci gün qalan pulunun 40%-ni, üçüncü gün isə son qalan pulunun 60%-ni xərclədi. Bundan sonra onun 384 manat pulu qalarsa, birinci günün sonunda onun nə qədər pulu olur? Deyilənləri qeyd edək. Deməli, birinci gün xərclədi pulunun 20%-ni. İkinci gün xərcləyib qalanın 40%-ni. Üçüncü gün isə son qalanın 60%-ni. İndi gəlin və bundan sonra onun 384 manat pulu qalarsa. Deməli, qaldı. Burada 384 manat. Gəlin biz bunun üçün ən yaxşı üsul geriyə qayıtmaq yolu ilə eləyək. Deməli, əgər 20%-ni xərcləyibsə qalıb 80%-i
Sonra qalanın 40%-ni xərcləyibsə, qalanın 60%-i qalıb. Son qalanın 60%-ni xərcləyibsə, deməli bu 384 manat son qalanın 40%-idir. 60% xərclənəndə qalır 40%. 40%. İndi baxaq görək son qalan nə qədər imiş? 40%-i 384 olan ədədi tapmaq üçün 384-ü bölürük 40-a, vururuq 100-ə. Burada da ixtisar aparaq. 384 4-ə tam bölünür. 9, 6, burada da bir dənə 0 var, 960. Deməli, ikinci gündən sonra 960 manat qalıbmış. Və bu da, əgər qalanın 40%-ni xərcləyiblərsə, olub qalanın 60%-i. Deməli, bu artıq 60%-dir. Qalanın 60%-i 960 manatdırsa, 960-ı bölürük 60-a, vururuq 100-ə. Və burada da ixtisar eləsək, eləyir 1600. Deməli, burada qalıb 1600 manat. Yəni, birinci gün 20% xərcləyəndən sonra 1600 manat pul qalıb. Elə bizdən də bunu soruşur. Birinci günün sonunda nə qədər pul qalıb? Cavab A variantı. 9-cu sual. 2 minus 6 vurulsun x kubu üstəgəl 4x üstə n plus 3 bərabərdir 20 xətti tənliyinin kökü m-in hasilindən neçə vahid böyükdür? M və n parametrlərdir. Əgər xətti tənliyi deyirsə, deməli burada x kubu yox olmalıdır. Əks halda o kub tənliyi olardı. Deməli, x kubunun əmsalını sıfıra çeviririk. 2 minus 6 bərabərdir 0. Buradan da alırıq ki, 2m bərabərdir 6-ya, m də bərabərdir 3-ə. Və burada n plus 3 də 1-ə çevrilməlidir. N üstəgəl 3-ü bərabər eləsək 1-ə, buradan da n bərabərdir -2 alarıq. Onda bu tənlik olur 4x bərabərdir 20 şəklində. Bu tənliyin həll eləsək kökü 5 olar. Və deyək ki, bu tənliyin kökü, yəni 5, m-in hasilindən, m-in hasili isə 3 vur -2, yəni -6-dır. 5 -6-dan neçə vahidi böyükdür? Buna görə 5-dən çıxırıq -6-nı. Bu da eləyir 11. Cavab oldu C variantı. 10-cu sual. Planda mənzilin hissələrinə sahələrinin x-la ifadəsi verilmişdir. Mənzilin ümumi sahəsi 142 kvadrat metr olarsa, qonaq otağının sahəsini tapın. Gəlin, əvvəlcə mənzilin ümumi sahəsini hesablayaq. X-larla ifadələrini. Deməli, eyvan 2x plus 3-dür. Qonaq otağı 5x plus 4-dür. Mətbəx 4x minus 1-dir. Yataq otağı 5x minus 3-dür. Səntar qovşağı 2x-dır. Dəhliz 2x-dır. Yataq otağı x kvadratı üstəgəl 3-dür. Qardirob 2x plus 1-dir. Onda ümumi sahə x kvadratı üstəgəl. X-ları hesablayaq 2, 5, 4 bu elədir 11. Bu da 9, 20. Bu da 2, 22. 22x üstəgəl. İndi -1 ilə müsbət 1 gedər. Müsbət 3 ilə -3 islah olunar. 3 üstəgəl 4 də 7. Bax, bu bərabərdir. Deyilənə görə 142 kvadrat metri. Onda buradan alırıq ki, x kvadratı üstəgəl 22x çıxılsın. 142-dən də 7 çıxanda qalar 135 bərabərdir 0. İndi hasili -135 cəmi 22 olan ədədlər 27 və -5-dir. Deməli, onda bu belə vuruqlara ayrılır. X üstəgəl 27 vurulsun. X çıx 5 bərabərdir 0-a. Onda köklərdən biri -27-dir. Digəri isə 5-dir. Təbii ki, burada -27 kənar kök olar. Çünki otağın sahəsi mənfi ədədlə ifadə olunmaz. X 5-dirsə, qonaq otağı 5x plus 4 idi. 5x plus 4, onda olar 5 vurulsun 5, üstəgəl 4.
Yəni 29. 29 kvadrat metr S bəndi. 11-ci. M parametrinin hansı qiymətlərində x minus y bərabərdir m, x, y bərabərdir -3 tənliklər sisteminin yeganə həlli var. Birinci tənlikdə əvəzləmə aparaq. X bərabərdir m üstəgəl y. İkinci tənlikdə x-in yerinə bu ifadəsini yazaq. Alarıq ki, y vurulsun m plus y bərabərdir -3. Burada mötərizəni açsaq, m y üstəgəl y kvadratı, onu əvvəldə yazaq. -3-ü də bu tərəfə keçirsək, bərabərdir 0 alarıq. Yəni, y kvadratı üstəgəl my üstəgəl 3 bərabərdir 0. Kvadrat tənliyin yeganə həllinin olması üçün diskriminantı 0 olmalıdır. Bizdən də sistemin yeganə həllini soruşurdu. Ona görə də bu kvadrat tənliyin də yeganə həlli olmalıdır. Ona görə diskriminantı tapaq və 0-a bərabər eləyək. Diskriminant m kvadratı çıxılsın 4 vur. 1 vur 3, bu da eləyir 12. Deməli, bu bərabərdir 0 olmalıdır. Buradan da alırıq ki, m kvadratı bərabərdir 12, m də bərabərdir müsbət mənfi kökdə 12. Yəni, müsbət mənfi kökdə 2 kökdə 3. Cavab oldu B variantı. 12-ci sual. A-nın hansı qiymətində kök altında x minus 3 bərabərdir 5 və a bölünmüş x minus 3 bərabərdir 4 tənliklərinin kökləri bərabər olur. Əvvəl birinci tənliyi həll eləyək. Kök altında x minus 3 bərabərdir 5-dirsə, hər tərəfi kvadrata yüksəldək, kökdən azad olaq. X minus 3 bərabər olar 25-ə. Buradan da x bərabərdir 28. İndi x-in bu qiymətini ikinci tənlikdə yerinə qoyaq, çünki onun da kökü idi. Alırıq a bölünmüş 28 çıx 3 bərabərdir 4-ə. Buradan da alırıq ki, a bölünmüş 25 bərabərdir 4-ə. Yəni, a da bərabərdir 25 vur 4, 100. Cavab oldu D variantı. 13-cü sual. 13-cü sualda tənliklər sistemidir və bu tənliklər sisteminin birinci tənliyini biz fərqin kvadratı kimi görürük. Bu x minus 3y mötərizənin kvadratıdır. Bu bərabərdir 16-ya. İkinci tənlikdə isə x-i mötərizə xaricinə çıxarta bilərdik. İçəridə qalardı x minus 3y mötərizə bağlansın bərabərdir 24-də. Birinci tənlikdən alırıq ki, x minus 3y ya müsbət 4-dür, ya da mənfi 4-dür. Yəni, 2 dənə tənliklər sistemi alırıq. X minus 3y bir dəfə mənfi 4 deyək, bir dəfə də x minus 3y müsbət 4 deyək. Əgər x minus 3y mənfi 4-dürsə, onda ikinci tənlikdə bu mötərizənin yerinə qoysaq, alarıq ki, x vurulsun mənfi 4 bərabərdir 24-də. Burada da alarıq ki, x vurulsun 4 bərabərdir müsbət 24-də. Bu tənliklər sistemini həll edək. Heyətdə artıq. Sistemin ikinci tənliyindən alırıq ki, x bərabərdir mənfi 6-ya. Mənfi 6-nı birinci tənlikdə yerinə qoysaq, alarıq ki, mənfi 6 çıx 3y bərabərdir mənfi 4-də. Eyni qayda ilə ikinci sistemdə də x-i taparaq ki, x bərabərdir müsbət 6-ya və birinci tənlikdə yerinə qoysaq, 6 çıxılsın 3y bərabərdir 4 alırıq. Yenə də bu sistemlərin hər birindən y-i tapaq. Birincidə dedik, x mənfi 6-dır. Buradan alacaqdik ki, mənfi 6 üstəgəl 4, yəni mənfi 2 bərabərdir 3y-ə. İkincisindən də alırıq ki, 2 bərabərdir 3y-ə. Beləliklə, birinci sistemdə x-i mənfi 6, y-i isə mənfi 3-də 2 tapırıq. İkinci sistemdə isə x-i 6, y-i isə müsbət 3-də 2 alırıq. Və hər iki halda x-y hasili eyni qalır. Hər iki halda x vur y bərabərdir. Mənfini mənfiyə vuranda müsbət eləyir. 6-nı da 3-də 2-yə vuranda 4 eləyir. Deməli, x-y hasili elə cavab 4. A bənd. 14-cü sual. X kvadratı çıx 6x plus 3 bərabərdir 0 tənliyinin kökləri x1 və x2 olarsa, x1-in kubu üstəgəl x2-nin kubu ifadəsinin qiyməti tapılır.
Əvvəlcə bu tənliyi üçün V teoremini yazaq. V teoreminə görə x1 üstəgəl x2 bərabərdir 6-ya, x1 vur x2 isə bərabərdir 3-ə. x1-in kubu üstəgəl x2-nin kubunu tapmaq üçün gəlin bu cəmi hər tərəfini kvadrata yüksəldək. Yəni, bu cəm olan bərabərliyi hər tərəfini kvadrata yüksəldək. Onda nə alarıq? Alırıq ki, x1-in kubu üstəgəl 3x1-in kvadratı x2 üstəgəl 3 x1 vur x2-nin kvadratı üstəgəl x2-nin kubu bərabərdir 216-ya. Şolar düzdür. Burada kimlər ki, əsas düsturu bilir, köməkçi müxtəsər vurma yeniliklərini bilirlər, onlar daha tez gələrlər. Yəni, əgər biz bilsəydik ki, x1-in kubu üstəgəl x2-nin kubu bərabərdir. Elə x1 üstəgəl x2 mötərizənin kubu çıxılsın 3x1 x2 vurulsun x1 üstəgəl x2. Bax, bu düsturu bilsəydik, birbaşa yerinə qoya bilərdik. Amma heç də bütün düsturlarla beynimizi yormuyor. Belə də gəlmək olar. Yəni, bunu 11-ci sinifdə daha çox məşğul olacaqsınız, daha yaxşı yadda saxlaya bilərsiniz. Burada isə biz bu qayda ilə x1-in kubu üstəgəl x2-nin kubunu da bunun yanına gətirək və bu 2 dənə də 3x1 x2-ni mötərizə xaricinə çıxartaq. 3x1 x2 vurulsun x1 üstəgəl x2 bərabərdir 216. İndi o V teoremindən aldığımız nəticələri burada nəzərə alıq. Deməli, x1 vur x2-ni dedik ki, 3-dür. 3-dür. x1 üstəgəl x2-ni isə demişdik 6 idi. V teoreminə görə. Onda alırıq ki, x1-in kubu üstəgəl x2-nin kubu üstəgəl 3 vur 6 bərabərdir 216-ya. Bu eləyir 54. Deməli, x1-in kubu üstəgəl x2-nin kubu bərabərdir 216-dan da 54 çıxaq. Qalar 162. Bu da A bəndindədir. 15-ci sual. X kvadratı çıx 6x üstəgəl m-5 bərabərdir 0 tənliyinin kökləri x1 və x2-dir. x1 kvadratı üstəgəl x2 kvadratı bərabərdir 12 olarsa m-i tapıb. Yenə də köməkçi müxtəsər vurma yeniliklərini bilən daha tez tapar. Amma biz də elə V teoreminin özünü bilək, bəsimizdir. x1 üstəgəl x2 bərabərdir. V teoreminə görə 6-ya bərabərdir. x1 vurulsun x2 bərabərdir m çıx 5-ə. x1-in kvadratı üstəgəl x2-nin kvadratını biz bu mötərizəni kvadrata yüksəltdikdə ala bilərik. Ona görə də x1 üstəgəl x2 mötərizənin kvadratı bərabərdir 6-nın kvadratı yazaq və müxtəsər vurma yeniliyinə görə bunu açaq. x1-in kvadratı üstəgəl 2x1 x2 üstəgəl x2-nin kvadratı bərabərdir 36-ya. x1 vur x2 m-5-dir yerinə qoyaq və bizə də vermişdi ki, x1-in kvadratı üstəgəl x2-nin kvadratı da 12-dir. Deməli, bu ikisinin yerinə biz 12-ni qoyuruq. x1 vur x2-nin yerinə isə m çıx 5-i yazacaq. Alarıq 12 üstəgəl 2 vurulsun m çıx 5 bərabərdir 36-ya. Buradan da alırıq ki, 2 vurulsun m çıx 5 bərabərdir 24-ə. Yəni m çıx 5 bərabərdir 12-yə. Yəni m də bərabərdir 17-yə. Cavab oldu D bəndi. 16-cı test. X kvadratı çıxılsın 5x plus 1 bərabərdir 0. Bu tənliyin köklərindən biri m-dir. Və bizdən də m üstəgəl 1 böl m-i soruşur. Nəyə bərabərdir? Tənliyin kökü nəyə deyilir? Tənliyin kökü dəyişəni. Bu tənliyi doğru ədədi bərabərliyə çevirən qiymət nə deyilir? Deməli, x-in yerinə m qoysaq, doğru bərabərliyi alınır. M kvadratı çıx 5m üstəgəl 1 bərabərdir 0 olmalıdır. Bu tənliyin hər iki tərəfini m-ə bölək. Əgər bu tənliyin hər tərəfini m-ə bölsək, alarıq m çıxılsın 5 üstəgəl 1 böl m bərabərdir 0 böl m, o da 0 eləyir. İndi məchullar bir tərəfə, mənumlar digər tərəfə yıxsaq, m üstəgəl 1 böl m bərabərdir 5 olduğunu alarıq. Deməli, cavab oldu 5. 17-ci sual.
Modulda 2x minus 8 üstəgəl modulda 5x minus 20 bərabərdir 14 tənliyinin kökləri cəmini tapın. Birinci modulun içindən 2 vurğunu modulun xaricinə çıxartsaq, 2 vurulsun modulun içində qalar x minus 4. Üstəgəl, ikinci modulun içindən 5 vurğunu modulun xaricinə çıxartsaq, 5 vurulsun modulda x minus 4. X minus 4 bərabərdir 14 alarıq. İndi burada 2 modul, üstəgəl 5 modul, modulun içindəkilər də eynidirsə, bu elə 7 vurulsun həmin o modul deməkdir. 7 vurulsun modulda x minus 4 bərabərdir 14-ə. Bunu da hər tərəfini 7-yə bölsək, alarıq modulda x minus 4 bərabərdir 2-yə. Hansı ədədin modulu 2-yə bərabərdir? Mənfi 2-nin və ya müsbət 2-nin və ya x minus 4 bərabərdir mənfi 2. Birindən alırıq 2, köklərdən biri 2-dir, birindən də alırıq 6-dır. Və bizdən də köklər cəmini soruşur. 6 üstəgəl 2 elədir 8. Cavab 8. 18-ci sual. M parametrinin hansı müsbət qiymətində m kvadratı çıx 7 vurulsun x üstəgəl 4y bərabərdir mənfi 1, 3x minus 2y bərabərdir 6 tənliklər sisteminin həlli yoxdur. Bu tənliklər sistemi xətti tənliklər sistemidir. Və tənliklər sisteminin həlli nə zaman yoxdur? Əgər A1 böl A2 bərabərdir B1 böl B2, o da fərqlidir S1 böl S2 olarsa. Burada A'lar X-lar nəmsalları, B-lər Y-lər nəmsalları, S-lər isə sərbəsədləridir. Deməli, onda yaza bilərik ki, m kvadratı çıx 7 bölünmüş 3 bərabər olmalıdır 4 bölünmüş mənfi 2. Bu da fərqli olmalıdır mənfi 1 böl 6-dan. 4 böl mənfi 2 fərqlidir mənfi 1 böl 6-dan. Çünki bu mənfi 2 eləyir, bu isə mənfi 6-da 1 eləyir. Deməli, bu hissədən, bu tənasübdən biz m-i tapmalıyıq. Deməli, bir də yazaq, m kvadratı çıx 7 bölünmüş 3. Burada da mənfiyə ixtisar eləsək, yaza bilərik ki, mənfi 2-yə ixtisar eləsək, alarıq ki, mənfi 2 bölünmüş 1. Tənasüblə alaq, m kvadratı çıx 7 bərabərdir mənfi 6-ya. Buradan da m kvadratı bərabərdir mənfi 6 üstəgəl 7, yəni 1. M də bərabərdir müsbət mənfi 1. Amma bizdən müsbət qiymətini soruşur. Deməli, onda m-i 1 götürürük. Cavab oldu, m bərabərdir 1-ə. 19-cu sual. X kvadratı çıx 7x üstəgəl 3 bərabərdir 0 tənliyinin köklərindən biri m olarsa, m vurulsun m minus 3 üstəgəl 2 vurulsun 3 çıx 2m ifadəsinin qiymətini tap. Əvvəlcə həmin tənliyin özünü bir daha yazaq. X kvadratı çıx 7x üstəgəl 3 bərabərdir 0 və əgər köklərindən biri m-dirsə, yəni x1 bərabərdir m-dirsə, yenə də tənliyin kökü bunu doğru ədədi bərabərliyə çevirməlidir. X-in yerinə m qoymalıyıq. M qoysaq doğru bərabərliyə alınır. M kvadratı çıxılsın 7m üstəgəl 3 bərabərdir 0 olmalıdır. Buradan da alırıq ki, m kvadratı çıx 7m bərabərdir mənfi 3 yazmaq olar. Bunu nəzərimizdə saxlayaq. İndi axtarılan ifadəni görək necə sadələşdirə bilərik. Axtarılan ifadə m vurulsun m minus 3 üstəgəl 2 vurulsun 3 çıx 2m'dir. Mötərizəni açaq, oxşar hədləri islah eləyək. Mötərizəni açsaq m kvadratı çıxılsın 3m üstəgəl 6 çıxılsın 4m. Oxşar hədlər mənfi 3m ilə mənfi 4m'dir. Onun yerinə yaza bilərik m kvadratı çıx 7m üstəgəl 6. Bax, biz almışdıq ki, m kvadratı çıx 7m mənfi 3-ə bərabərdir. Deməli, onda m kvadratı çıx 7m'in yerinə mənfi 3 qoysaq, alarıq mənfi 3 üstəgəl 6. Bərabərdir müsbət 3-ə. Beləliklə, bu testin cavabı oldu 3. 20-ci sual. Köklərindən biri 5 çıx köklü 3 olan rasional əmsallı çevrilmiş kvadrat tənliyin kökləri hasili kökləri cəmindən nə qədər çoxdur? Burada bunu bilmək lazımdır ki, əgər rasional əmsallı deyirsə, rasional əmsallı çevrilmiş kvadrat tənliyi deyirsə və köklərindən biri 5 minus köklü 3-dürsə, onda digəri bunun qoşması olar. 5 üstəgəl köklü 3 olar. Onda köklər hasili, yəni köklərin hasili deyəndə x1 vur x2.
Müxtəsər vurma eyniliyinə görə bizə verər 5'in kvadratı, yəni 25, çıxılsın kökdə 3'ün kvadratı, yəni 3. O da verir 22'ni. Bəs köklərin cəmi nədir? x1 üstəyəl x2. Əgər bunları toplasaq, yəni 5 çıx kökdə 3 və 5 üstəyəl kökdə 3'ü toplasaq, kökdə 3 ilə mənfi kökdə 3 islah olunar, qalar 10. İndi 22 10'dan nə qədər çoxdur? 22'dən də 10 çıxsaq 12 eləyir. Deməli, 12 vahid çoxdur. 21-ci sual. Modulda x minus 5 bərabərdir a kvadrat minus 11a üstəyəl 13 tənliyinin yeganə kökünün olması üçün a parametrinin ala biləcəyi qiymətlər cəmini tapın. Tənliyin yeganə kökü nə zaman olar? Ümumiyyətlə, modullu tənliklərdə biz bilirik ki, modul bərabərdir, müsbət ədəd olarsa, onda bu tənliyi 2 dənə tənliklə əvəz eləyirik. Yox, modul bərabərdir, mənfi olarsa, ümumiyyətlə, o tənliyin kökü olmaz, çünki modul mənfiyə bərabər ola bilməz. Amma modul bərabərdir 0 olanda, deməli, bu yalnız və yalnız o zaman mümkündür ki, modulun içindəki 0 olsun. Burada da elə həmin haldır. Deməli, biz modulda x minus 5'i bərabər eləməliyik 0'a. Yəni, bu 0 olsa, onda x bərabərdir 5 olar. Bunun da 0 olması üçün, deməli, a kvadratı minus 11a üstəyəl 13 bərabərdir 0 olmalıdır. Onda bu tənlikdən a parametrinin ala biləcəyi qiymətlərin cəmini tapmaq üçün Viet teoremini istifadə edək. a1 üstəyəl a2 bərabərdir əks işarə ilə götürülmüş ikinci əmsalı. Yəni 11'ə. 11. Cevap oldu 11. 22-ci sual. İbrahim kağız vərəqlərindən istifadə edərək ümumi sayı 12 olan 4 bucaqlı və 5 bucaqlı fiqurlar kəsdi və hər fiqurun təpə nöqtələrini müxtəlif simvollarla işarə etdi. İstifadə olunan simvolların birlikdə sayı 55 olarsa, o neçə 5 bucaqlı kəsib. Fərz eləyək ki, 5 bucaqlıların sayı x dənədir, 4 bucaqlıların sayı isə y dənədir. Onda ümumi sayı 12 olduğu üçün yaza bilərik x üstəyəl y bərabərdir 12'ye. Digər tərəfdən hər fiqurun təpə nöqtələrini müxtəlif simvollarla işarə edib, onda 5 bucaqlı üçün 5 dənə simvol, x sayda 5 bucaqlı üçünsə 5x simvol işlənər. Bir 4 bucaqlıya 4 dənə simvol, y dənə 4 bucaqlıya 4y dənə simvol istifadə olunar. Və ümumi simvolların sayı 55 olduğundan belə bir tənliyi alırıq və bu iki tənliyi birləşdirib bir tənliklər sistemi alaq və bu tənliklər sistemini həll eləmək üçün bizdən 5 bucaqlıları soruşursa, x-i soruşur. Onda y-i yox eləyək. Birinci tənliyin hər tərəfini vuraq -4'ə. Hər tərəfini -4'ə vursaq, alarıq -4x, çıxılsın 4y bərabərdir -48'ə. İkinci tənliyi olduğu kimi saxlayaq. 5x üstəgəl 4y bərabərdir 55'ə. İndi bu tənlikləri alt-alta toplasaq, -4y ilə müsbət 4y gedər. -4x üstəgəl 5x isə x verir bizə. X bərabərdir. -48 üstəgəl 55 isə eləyər müsbət 7. Deməli, 7 dənə 5 bucaqlı kəsib. 23-cü sual. Eni 13 metr, uzunluğu 28 metr olan futbol meydançasının ətrafına eni eyni və sahəsi 86 kvadrat metr olan qaçış zolağı çəkilib. Zolağın enini tap. Deməli, sadə dildə desək, bu içəridəki düzbucağının eni 13 metrdir, uzunluğu isə 28 metrdir. Və zolağın sahəsi 86'dır. Bax, bu zolağın sahəsini tapmaq üçün biz buradakı böyük düzbucağının sahəsindən kiçik düzbucağının sahəsinə çıxmalıyıq. Böyük düzbucağının əgər uzunluğu olur, daha doğrusu bu enidir, eni olur 13 üstəgəl 2x, x bu tərəfə, x də bu tərəfə. Uzunluğu isə olur 28 üstəgəl 2x. Bu oldu böyük düzbucağının sahəsi. Bunları bir-birinə vursaq, S böyük düzbucaqlı. Bəs kiçik düzbucağının sahəsi nəyə bərabərdir?
2 düzbucağının eni 13, uzunluğu 28 olduğundan elə 13'ü 28'e vururuq. Deməli, zolağın sahəsi S zolaq bunların fərqinə bərabərdir. Bunları da mötərizəni vuraq açaq. 13 vur 28 üstə gəl 26x üstə gəl 56x üstə gəl 4x kvadratı. Çıxılsın 13 vur 28. Burada da 13 vur 28'lər biri müsbət, biri mənfi olduğundan gedər. Qalar 26x'in üstünə 56x gəlsək eləyər 82x üstə gəl 4x kvadratı. Və şərtə görə bu bərabərdir 86'ya. Beləliklə kvadrat tənliyə gəlirik. 4x kvadratı üstə gəl 82x 86'ını da köçürək bərabərliyin digər tərəfinə. Çıx 86 bərabərdir 0. O tənliyin hər iki tərəfini 2'ye bölmək olar. Bölək. 2x kvadrat üstə gəl 41x çıx 43 bərabərdir 0. Bu tənliyin fikir versək əmsallar cəmi 0'a bərabərdirsə, deməli köklərdən biri 1'dir, digəri isə C böl A'dır. Yəni mənfi 43 bölünmüş 2'dir. Təbii ki, mənfi uzunluq olmaz. Ona görə mənfi 43 böl 2 kənar kökdür. Deməli 1 bu zolağın enidir. Cavab oldu 1. 4-cü sual. 10% və 40% duz məhlullarının hər birindən müəyyən miqdar götürülərək 300 qram 20% yeni məhlul hazırladılar. 10% məhlulun ilkin miqdarını tapın. Və 2 dənə məhlul var. Birinci məhlul, ikinci məhlul. Burada yazaq məhlul. Belə bir cədvəl çox bizə kömək edir məsələnin həlli üçün. Burada faizini yazaq. Və nə məhluldur? Duz məhlulu. Duz məhlulu. İndi oxuduqca qeydiyyatımızı aparaq. 10% və 40%. Birincisi 10%-lidir, ikincisi də 40%-lidir. Müəyyən miqdar götürülərək. Bilmirəm nə qədər götürülür. Bundan x qram, bundan da y qram. 300 qram 20%-li məhlul alındı. Deməli, qarışıq 300 qram alındı və bu 20%-lidir. Bu o deməkdir ki, 300 qramın 20%-i duzdur. Yəni 300'ü 20'ye vurub 100'ə bölsək, alaraq ki 60 qram bunun tərkibində duz var. Birinci məhlulun 10%-i duzdur. Yəni x-in 10%-i eləyər x vurulsun 10 böl 100, yəni 0,1 x. İkinci məhlul 40%-dir. O da verir bizə y vur 40 böl 100. O da verir bizə 0,4 y. İndi məhlulları qarışdırarkən təbii ki x plus y bu bizə verir 300 qramı və tərkibindəki duzlar da toplanır. 0,1 x-la 0,4 y toplayıb alırıq 60 qramı. Belə bir tənliklər sistemi aldıq və bizdən də x-i soruşur. Yəni 10%-li məhlulun ilkin miqdarını soruşur. X-i soruşursa y-i gəlin yox eləyək. Bunun üçün birinci tənliyin hər tərəfini vuraq mənfi 0,4'ə. Bunu vursaq mənfi 0,4'ə. Onda nə alarıq? Birinci tənlikdə alırıq mənfi 0,4 x çıxılsın 0,4 y bərabərdir. 300'ü də mənfi 0,4'ə vuranda mənfi 120 alarıq. İkincisini isə olduğu kimi saxlayıram. 0,1 x üstə gəl 0,4 y bərabərdir 60'ı. Alt-alta toplasaq y-lər gedir. Mənfi 0,4 x-la 0,1 x verir mənfi 0,3 x bərabərdir. Mənfi 120 ilə 60 da eləyər mənfi 60. Məchul vurğun tapılması qaydasına görə mənfi 60'ı bölməliyik mənfi 0,3'ə. Bu da elə 600 bölünmüş 3, yəni 200 eləyir. Deməli, 10%-li məhlul 200 qram imiş. 25-ci məsələ. Yusif və İbrahimin yaşları cəmi 15'ə bərabərdir. İbrahim Yusifin yaşına çatdıqda Yusifin 21 yaşı olacaq. Yusif İbrahimdən neçə yaş böyükdür? Bilmirik Yusifin neçə yaşı var? X deyək. İbrahimin bilmirik neçə yaşı var? Ona da Y deyək.
fərz ki, Yusifin X, İbrahimin Y yaşı var. Və şərtə görə onların yaşları cəmi 15-dir. Bu indidir. Və İbrahim Yusifin yaşına çatdıqda, yəni İbrahimin X yaşı olduqda, onda Yusifin 21 yaşı olacaq. Bu sonradır. Və bilirik ki, insanlar arasında yaş fərqi dəyişmir. Ona görə də böyükdən kiçiyi çıxdıqda, böyük də bizdə Yusifdir, X çıx Y bərabərdir 21 çıxılsın X-a. Buradan da alırıq ki, 2X çıx Y bərabərdir 21-ə. Bir tənliyimiz də var idi, X plus Y bərabərdir 15-ə. Bunu da qoşaq bura, X plus Y bərabərdir 15. Onda belə bir tənliklər sistemi alırıq. Bu tənliklər sistemi toplama üsulu ilə həll eləsək, alırıq ki, 3X bərabərdir 36-ya. Buradan da X bərabərdir 12. X-də biz Yusifin yaşına demişdik. Deməli, Yusifin 12 yaşı var. Onda İbrahimin neçə yaşı olar? Bunların yaşları cəmi 15 olduğundan, deməli, İbrahimin də 3 yaşı var. Bizdən də soruşur, Yusif İbrahimdən neçə yaş böyüdür? Yəni, 12, 3-dən neçə vahid böyüdür? 12-dən də 3-ü çıxsaq, eləyər 9. Deməli, 9 yaş böyüdür. Əgər video sizə faydalı oldusa, bəyənməyi və kanala abunə olmağı unutmayın. İmtahana artıq sayılı günlər qaldığı üçün kanalda daha çox sınaq imtahanlarının və ən kritik sualların izahını paylaşacağam. Məqsəd sizə imtahanda maksimum nəticəyə çatdırmaqdır. Davamını qaçırmamaq üçün mütləq abunə olun. Növbəti sınavda görüşənədək. Uğurlar!